Azərbaycan gəncləri üçün müsbət nümunə ola biləcək, intellektual, təhsilli və ölkəmizdə hər zaman sivil üsulları təbliğ edən iki gənc, Adnan Hacızadə və Emin Milli, artıq bir ildir ki, həbsdədir. Onların həbsi ilə bağlı çıxarılmış məhkəmə qərarı və qərarın çıxarılmasına qədərki istintaq prosesi onu deməyə əsas verir ki, haqqında danışdığımız gənclərə qarşı ədalətsizlik baş vermişdir. Biz Dalğa Gənclər Hərəkatı olaraq hesab edirik ki, bu ədalətsizliyə yol verərək ölkəmiz üçün yararlı işlər görmək iqtidarında olan Emin Milli və Adnan Hacızadəni həbs edənlər Azərbaycanın gələcəyini və dünyadakı imicini məhv etməyə çalışanlardır. Əminik ki, bu biabırçılığı pisləyən və gənclərin gələcəyini öz doğması kimi düşünən insanlar mövcud problemin həll olunması üçün əllərindən gələni edəcəkdir. Dalğa Gənclər Hərəkatı 8 iyul 2010-cu il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyası qarşısında keçirmiş olduğu bu aksiyada dövlət başçısının diqqətini bu problemin həllinə yönəltməyə çalışır. Şüarımız isə azad edin, gələcəyi qursunlar. Biz isə indi hal-hazırda Prezident Administrasiyasına gedəcəyik. Biz maksimum bir dedik. Polis maşınları saxlayın. Qaç. Qaç. Emin Adnan, 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 Emin Adnan Emin Adnan olacaq. Adnan Emin Adnan Emin Adnan Emin Adnan Emin Adnan Emin. Kimin şey xalatı? Hiç kimi. Yox, o bir presadır. Prosta o bir şey mən. Tamam, mənim xətrim onu bıraxın. Yox, vəsiqəni göstər, vəsiqəni göstər görüm. O iştirakçısı deyil, prosta onu istəyirəm oğlanları. Pres nümayəndəsi. Kimdir? Prosta bəyanat çatma düşür. Onu çatdırmaq istəyirəm. Sən nə axtarın? Mən xahiş edirəm. Qərib adamsan, sən götürün bunu. Mən xahiş edirəm. Yaxşı, dəşəm. Yox, buna ihtiyar yox da bəyanat verir. Bu kimdir bəyanat? Bəyanat vermir. Jurnalist bəyanat verir, tərəddüdü gəlir burada. Jurnalist bəyanat vermir. Bəyanat vermir. Verir o. Bəyanat vermək istəyir. Al olur. Xaç et, xaç et. Xaç otağına bax. Burada niyə var? Otağına bax. Mən buranın bağını istiyorum. Apar o deyə bırak. Burada yolu dəmir bağlanmışdı. Yox, kəsmişdim. Ülkəni belə bir yavru edirsiniz. Siz bir yavr edirsiniz, jurnalist adıyla siz bəyanat verir orada. Jurnalist adıyla bəyanat verir orada. Utanmırsınız, bu nədir jurnalist o? Jurnalistin kökəyini bozar o. Bizi özünüz utanın. Ay, utanmırsınız, ayıp olsun sizə. Ayıp olsun sizə. Jurnalist adını istifadə edirsiniz. Jurnalist adını istifadə edirsiniz. Sen kimsəni xaç edirsən ondan. Kimsə xaç edirsən. Xaç edirsən ki, otağında elə. Öz otağınız var. Sizin O bəyanat vermək yoxdur.